izləyiciləri, bozma, çıksın, sıçı bırakılsın da sizə təqdim edin. Yenə də hamınızın gözlədiyi Şəmini dəvət edeyim. Bir alqışla gəlsin Şəm müəllimə. Da bilirəm hamınız səbirsizliklə Şəm müəllimi gözləyirsiniz. Mən Şəm müəllim gəlməmişdən qabaq bizim başqa sponsorlarımız da var. Onlar barədə biraz sizə söyləyərdim. Hamınızın çox tanıdığı TÜV Unitazları. Verilişin sponsorlarından biri TÜV Unitazlarıdır. Can rahatçılığı olan bu unitazları nəqd, kredit və leasing yoluyla əldə edə bilərsiniz. Xoş qoxulu, yüksək sürətli interneti, 3 megapikselli kamerası, Sputniklə birbaşa rəqəmsal əlaqə, Koja salon, Xenonfara, panorama, lük. Bir sözlə full. Və Sumqayıt rayon Ağtapalar da veririk. Bu Ağtapa elə bir Ağtapa deyil. Diski taxtınız və burada play knopkası var. Bastınız, mahnı getdi, bastınız, saxladınız. Və darıxırsınız, mahnı istəmirsiniz, telefonda da qulaq asa bilərsiniz. Gördüyünüz kimi burada video vıxıdı var. Video vıxıdı taxtınız, bu bir uzunu taxtınız DVD-yə, oturmuşsunuz əlinizdə Ağtapa, kinoya bax. Bozbaş Pictures'ın baş sponsoru Sumqayıt Avtofaları. Beynəlxalq standartlara cavab verən, istifadədə çox rahat, xüsusi qızdırıcı sistemlə və bluetoothla təchiz olunmuş, 128 MB yaddaşı olan mükəmməl qurğu. 18 aya qədər kredit və pulsuz çatdırılma. Nəqd alana bir kanister təmiz bulaq suyu hədiyyə. İndi zəngiliyin, sonra gec olacaq. Dayanın, əgər sizin konturunuz yoxdursa, vızıldır ata bilərsiniz. Sumqayıt Avtofaları. Nəsə, çox danışmayayım, bilirəm, başımızı ağrıtmayayım. Hal-hazırda studiyamıza Şəm müəllim gəlməlidir. Başqa sponsorumuz Daşkəsən rayonu İlan qoruğunun istehsal etdiyi bizim zəhər ilan zəhərləri. Effektiv və yüksək təsirə malik olan ilan zəhərləri. Sınqılı və böyük şüşə qablarda olan bu ilan zəhərlərini şəhərin Lüboy aptekindən soruşa bilərsiniz. Xanım, xoş gəlmiş Satırıya. Şəm müəllim, pəncərəni açsın, zəhmət olmasa bir-iki sualımız var. Şəm müəllim, bir dənə pəncərəni açsın, bir-iki sualımız var, zəhmət olmasa. Xoş gəlmişsiniz. Xoş gəlmişsiniz. Necəsiniz? Xoş gəlmişsiniz. Yani imkan verenlere başını bağlayayım bu. Şəm müəllim, Atıbəyə buyurmaqda təşkilinizdən. Bravo, verişe geçeceğim sonra. Şəm müəllim, axırıncı diskinizdə vaxtsın, Şəm müəllim. Şəm müəllim, bir dənə sualımızı da Evet, satırım. zəhmət olmasa deyəriz, axırıncı diskinizdə vaxt. Hadi diyanın görün bu. Şəm müəllim. Ay Şəm müəllim, bir dənə bizə sualımıza cavab verərdiniz, axırıncı sualımıza. Son diskiniz nə vaxt bırax? Bir dostluk, kardeşlik düzdür. Ama işi göre kutarak soru söyledi. Şəm müəllim, bir dənə sualımıza cavab verin bizim. Son. Şəm müəllim, bir dənə. Hadi çekilin görün. Bir dənə də sualımıza, axırıncı sualımıza. Hemen düz içilsin bir pencereniz var, onu da həmişə geysin. Hamınızın həsrətlə gözlədiyi, dayaqdandan zəng vurub özünün səsini eşitdiyimiz, çox həsrətlə gözlədiyimiz estradamızın Şəm müğənnisi, mənim sinif yoldaşım, həm də ki bizim məktəbdə əmək müəllimi işləyən Şəm müəllim studiyamıza buyurur. Alqışlar gəlsin Şəm müəllimə, alqışlar. Hamımızın populyar sandığı Şəm müəllim bizim studiyamızda canlı yayında hal-hazırda durub qarşınızda və bir mahnı diliyə yoldan gəlsin. Bildiğiniz kimi ama anam bilməsin mahnısıyla ben Azərbaycana səs saldım. Hamı... Alqışlar, alqışlar, sanatlardır, sanatlar, Şəm müəllim. Sanatlarda gəlsin, min sizə başına vur. Yalan alın, sizin o mahnınızı o qədər vızırızın o Bu yok. dəqiqə gələndə Cahamad o sizin jurnalistlər nədir o? Baş beyim apardılar, başını hardan alırsan, nə olur? Canlı yayında olan söylür. Cidden Şəm müəllim. Bu televizyonda, televizyonda her şey olur kardeşim, her şey Ya olur. qoy biraz da mən danışım. Buyurun. Hə, amma anam bilməsin mahnısıyla mən bütün Azərbaycana demək olar ki, səs saldım. Hadi nedir? Və mən Sergen'dən çox sağ ol demək istəyirəm ki, sizin reyting ordusunu qalan. Çox sayılı tamaşaçıların xahişi ilə mən bilirəm bugün yenə bu verilişə gəlmişəm. Mən istərdim ki, verilişi qəmli notlarla yox, şən notlarla başlayaq və orada prodüserimlə xahiş eləyəcəm. 5-ci mahnı qoy. Burada alqışlar gəlir tamaşaçılar tərəfdən Şəm müəllimin 5-ci mahnısına. Alqışlarla gəlin mahnı dinləyək. Buyurun Şəm müəllim. Abadxanlı kəndində Mövsüm qardaşımın Gül balasının, Rusya balanın kiçik öz ziyafətinə toplaşmışıq. Bu nə də? Yoldaşım. Alqışlar, alqışlar, alqışlar. Mahnı kəskin, mahnı kəskin. Necə də gözəl zəngin notlarla başladı Şəmin müəllim. Bilirəm küsmüşsən aylar beni gör. Bilirəm küsmüşsən
nazlı nigar demirsen mi boğur beni intizar. Yalan söyleyirler, sana çok sözü vurmak isteyirler bil aramızı. Seni çok sevirem ay kalan kızı. Seni çok sevirem ay kalan kızı. Birce yüreğim var, birce yüreğim var. O da sende değil, dere Bizim şamarlığımıza böyle. Çok sağ olun, çok sağ olun. Çok güzel, güzel ve yine de güzel mahnıydı. Çok sağ olun. Sağ olun.